Əgər yer kürəsindəki bütün qum dənələrini saysaydınız, kainatda yenə də daha çox ulduz qalardı. Bir ovuc qum götürün. O kiçik ovucunuzda təxminən 8000 dənə var. İndi bunu bütün çimərliklərə, səhralara, sahillərə vurun. Artıq təsəvvür etmək çətinləşir. Amma maraqlısı budur ki, elmə görə müşahidə edilə bilən kainatda təxminən 200 seksilyon ulduz var. Yəni 2-nin yanına 23 sıfır əlavə edirsiniz və bu rəqəm yer kürəsindəki bütün qum dənələrindən daha böyükdür. Təkcə Süd yolu qalaktikasında 100 milyardlarla ulduz var. Amma kainatda bunun kimi təxminən 2 trilyon qalaktika mövcuddur və hər birində milyardlarla ulduz. Bu artıq insan beyninin rahat qavraya bildiyi bir ölçü deyil. İndi isə düşünün. Bu ulduzların neçəsinin ətrafında planetlər var, neçəsində su var, neçəsində həyat ola bilər. Bu qədər böyük bir kainatda yalnız bizim mövcud olmağımız rəqəmlərlə çox da uyğun gəlmir. Bəlkə də kainat düşündüyünüzdən daha doludur. Azerselin eksklüziv təqdimatında daha çox belə maraqlı məzmunlar üçün bizi izləməyə davam eləyin.